Bakının Xətai rayonu Əhmədli qəsəbəsində Vungtao küçəsində torpaq sürüşməsi baş verib. Hadisə gecə saatlarında qeydə alınıb. Mütəxəssislər sürüşməyə səbəb kimi ərazidə olan yaşıllıqların həddindən artıq suvarılmasını göstərir. Bitki və ağac örtüyünün altında 50 sm dərinlikdə bir su axını, su sızması daha doğrusu müşahidə olunub. Hadisə 9 saylı uşaq poliklinikasının həyətində qeydə alınıb. Deyilənə görə hadisəyə səbəb su xəttində qəzanın baş verməsidir. Torpaq qatı yumşalaraq sürüşüb və həyətdə olan avtomobilin üzərinə düşüb. Hazırda ərazidə təmizlənmə prosesləri həyata keçirilir. Dal maşını dolu olmuyor, hamısının üstü dolacaqdır. Bir dənəsi qabaqda, onun üstüne gəlib. Elə bir ki, bu suvarma ilə həftədə bir dəfə suluyurlar, öyle olmaz. Yağın ki, artıq o linadan sızma olub, gecə qalıb sürüşür. Sürüşmənin miqyasını müəyyənləşdirmək üçün əraziyə aidiyyatı qurumların nümayəndələri cəlb olunub. Hamarlanma mərhələsində tökmə torpaqdan istifadə edilib, bitki və ağac əkilməsi zamanı suvarma məsələləri nəzərdə tutulduğuna görə burada eyni zamanda suvarma boruları var və intensiv suvarma prosesləri gedir. Sürüşmə prosesini doğuran suvarma və su infiltrasiyası nəticəsində yamacın təşkil edən suxurların yumşalması və ağırlıq qüvvəsinin təsiri altında binaya doğru hərəkətidir. Mütəxəssislər deyir ki, hadisə baş verən ərazidə təbii amillərlə yanaşı texnogen səbəblər də mühüm rol oynayıb. Ərazinin böyük meyliliyi var. Çox belə deyək, boru su təsərrüfat sistemindən nasaz olub. Altdan su axdıqca su keçirtməyən laydan üstündəki böyük torpaq kütləsi axıb gəlib. Su təsərrüfat sistemi birinci növbədə günü bugündən başlayaraq təzələnməlidir müasir texnologiya ilə ki, bir damcı orada su bıraxmasın. Əgər bıraxsa, başdan başa, bax çayımız söz yağını, orada sınma xəttləri var. Artıq onlar ağırlıq qüvvəsi ilə yavaş-yavaş qopub gəlirlər. Mütəxəssislər bildirdi ki, əgər qabaqlayıcı tədbirlər görülməsə, sürüşmə yenidən təkrarlana bilər. Günəş Rızayeva, Əfqan Bayramov, Fidan Səfər, Spice xəbər.